yaşasın milletimin merdiki doğulanları, yurdumuzun pənəkləri, şirləri, aslanları. Unutmadıq mərdici doğulanları heç bir zaman. Onlar ki öz torpağına, yurduna olmuş təkan. Dünyanı heyrətdə qoyub xalqımızın vəhdəti, mərdli insanlığı, həm namusu, həm qeyrəti. Birinci Qarabağ döyüşlərində çox igidlər, keçdi vətən yolunda canlan nə qədər şəhidlər. Biz heç vaxtı unutmarıq unudulmaz kəsləri, qanıyla tarixdə adın yazan müqəddəsləri. Bölgə-bölgə, diyar-diyar səfərbər idi hamı. Unutmadıq xeyli igidlər itirən Ağdamı. İndi sizi üçün danışım iki şəhid haqqında mən. Onlar doğma qardaş idi, onlarla öyünür vətən. Ağdamın o Şotlanlı kəndində idi evləri. Şotlanlı kəndi çox sevib dünya malı yerləri. Dünya malı evlər həmişə layiq olub ad sana, çünki onlar çox şəhid veribdi Azərbaycana. Onlardan iki qardaş adil idi, sabir idi. Vətənin uğrunda vuruşmaq üçün onlar biriydi. Sabirin haqqında danışmaqla qutarmaz sözüm. Vətənpərvər oğlan idi, sanında vardır dözüm. Topçu kimi qanıtdırıb erməni alçaqlara, qoymayıb onlar qədəm atsın ana torpaqlara. Ermənilər Sabirin haqqında xəbər duydular, əsir tutmaq üçün onun adına pul qoydular. Qırmızı kənd döyüşlərində bir hiylə qurdular, sevindilər Sabiri axır ki əsir tutdular. Şir həmişə bəlli olub çəkdiyi nərəsindən, Xanalı kişi oğlu əsir düşdü duyur səsindən. Xanalı kişi mərd kişidir, dərdə dözüb səbr edir, qardaşının əsir düşməyin sonra adil bilir. Adil elə mərdidir, sığmaz adı dastanlara, çünki onun varlığı bir dərdidir düşmanlara. Xeyli əməliyyatları adil qazanıb uğurla, indiyədən kəndi onun adını çəkir qürurla. Adilin canında var idi o vətən qeyrəti, həm vətənin sevgisi, həm qardaşının həsrəti. Qardaş əsirlikdə qalıb can buna tabe eləməz, heç kim əziz doğmasını olsun əsir istəməz. Ələmşahın tank batalyonundan da qabaqda, irəliləyir Ağdərədə, düşmanı dağda dağda. 1992-ci il 23 iyun, həmən günə qismətində şəhadət imiş onun. Tarix unutmaz onu qanla yazılan yaddaşın, heyif ki adil görə bilmir öz əziz qardaşın. Son qanını ezən döyüşür adil şikayət ilə, tutur şəhidlik məqamın ali şəhadəti ilə. İki əziz evladı şəhidimizin əmanət qalır, o gündən üstlərinə nəzər əmləri ramiz salır. Böyük dəhddə dözmək olarmı buna illər ilə, dəfn eləyir qardaşını ramiz öz əlləri ilə. Sabirin axtarışı üçün hər yerə səs salırlar, nəhayət ki Sabirin də cənazəsini alırlar. Bax iki qardaş da vətən sevgisinə qeyrətə, Xanalı kişinin oğulları qədəm qoyan cənnətə. Tarixə iz saldı Sabirin, Adilin adları, qürur duyur hər ikisi ilə Adilin evladları. Onları da əmləri ramiz böyüdür fəxr ilə, indiyəcən Adilin evladları gətirirdilər. Dünya malı evlər ilə fəxr eləyibdir hamı, onların adı gələndə qeyd eyləyirik Ağdamı. Onlar ki Şotlanlı kəndinin oldu iftixarı, onlara tək təsəllidir şəhidlərin məzarı. Qürur duyur millətimiz hər an igidləri ilə, Adil ilə, Sabir ilə, bütün şəhidləri ilə. Ən ali insandır ki kim şəhiddir ya qazidir, biz də razıyıq onlarla, Allah da razıdır. Ən ali insandır ki kim şəhiddir ya qazidir, biz də razıyıq onlardan, Allah da razıdır. Biz də razıyıq onlardan, Allah da razıdır.